Bir dənə də gecə var. O gecənin adı Leylətur Rəğaibdir. O adı o gecəyə mələklər verib. Gecə bir dənə də namaz var. O namazı sizə deyirəm, 12 rükət namazdır. O da inşallah qeyd olunur. Mən necə qılınacaq baxarsınız, çox çətin deyil. O 12 rükət namazı 2 rükət, 2 rükət, 2 rükət qılırsan, hər namazı salamları deyirsən. Namazı qılıb qutarandan sonra deyir, bəndə əlin qaldırıb, nə istəsə Allah verir. Bax dedim sizə, adı Leylətur Rəğaibdir. O gecənin bir qismi heç olmasa yatma. 1/3 hissəsindən sonra mələklər yığışır, deyirəm sizə. 1/3 hissəsindən sonra mələklər yığışır. O anlar dua elə, o anlar hacəti istə, Allahla razın yaz elə, münacat elə. Gör Allah sənə nələr verəcək. O gecəni oyaq qaldın, o günün orucunu tutdun, o qədər mələk sənin üçün dua edir, sən də qarşılıqlı elə. O gecə başda salavatlar deməyə mələklərə. Namaz qıl, dualar elə. Əhl-i Beytə hədiyyə namazları qıl, Peyğəmbərə hədiyyə namazı qıl.